Bilirəm, sən də bu gün güvənin keçirdiyi buraxılış sınağında iştirak etmisən və düzgün cavablar axtarırsan. Elə isə düzgün yerdəsən, gəlin bir yerdə çətin bildiyimiz sualların əslində necə asan olduğunu addım-addım izləyək. Bu arada YouTube kanalıma abunə olmağı, videomuzu bəyənib, paylaşıb və şərh yazmağı unutmuruq. 31-ci sual. İlxını suya aparanda yol buz idi. Babam birdən sürüşüb yerə dəydi. Cümləsi ilə bağlı düzgün fikirlər istəyir bizdən. Cədvəlimiz var. Nümunədə işlənən, nümunədə işlənməyən görək nə var? Adlıq halda işlənən mücərrəd isim varmı? Ümumiyyətcə görək mücərrəd isim varmı? İlxı gözlə görə bilirik. Su isimdir, gözlə görə bilirik. Yol, buz, baba, yer. Bu sözləri biz gözlə görə bildiyimizə görə konkret isimdir. Mücərrəd isim işlənməmişdir. Ona görə biri götürmürük. Təhsillik halda işlənmiş konkret isim ilxını nəyi sualına cavab verir. Təhsillik haldadır. Düzgün fikrimizin biri 2 olacaq. Nümunədə işlənməyən çıxış halda olan isim, bəli, yoxdur. Düzgün cavabımız olur 2 və 3. Yəni D variantı. Deyərsiniz, müəllim, birdən sözü burada qəfil mənasında, qəfildən mənasında işlənir. Sinonim olaraq belə deyək. Saydan düzələn zərfdir. Ona görə biz bunu götürməyəcəyik. Toplu isimimiz də var. İlxı. Çoxlu atların olduğu yer. Atlar bir yerdə ilxı adlanır. Düzgün cavabımız 2 və 3 olacaq. 32-ci sual. Cədvəldəki uyğunsuzluğu müəyyən edəcəyik biz. Ulduz işarəsi verib. Birinci hissəmizdə K səsi var. İkinci hissəmizdə X səsi var. K səsi olmasın. Materik K ilə deyiləcək. Ona görə biri götürə bilərik. Pişik otu özündən sonra K-dən sonra saat gəlir və 2 hecalı söz olduğuna görə Y olacaq. Yenə K səsi olmur. 1-2 püşkatma. Burada deyəsəm K-dən sonra bəs saat var. Tək hecalı söz olduğuna görə biz bunu dəyişmə baş vermir. K kimi qalacaq. 1-2 örpək. X var burada. Tündlük. Yenə X olacaq burada. Amma şəksiz 2 ilə olur. Düzgün cavabımız 1-2 və 6 olacaq. A variantı. 33-cü sual. Sözlərin fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yerləşmə sözünün yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Baxırıq. L R-yə çevrilir. K səsi isə X-ə çevrilir. Bəli. 2 fərqli məqamımız var. Doğrudur. 1 götürürük. Ziddiyyət sözünün tələffüzündə 4 cingiltili samit var. Ziddiyyət sözünün tələffüzü edərkən İyyət şəkilçisi olduğuna görə Y-nin biri düşəcək. O zaman Z, 2D və 1Y olur. 4 cingiltili samitimiz. Bu doğru fikirdir, amma yanlış yazılıb. Ona görə 2-ni götürmürük. Ucqar sözündə samitlərdən biri qarşılığı kimi tələffüz olunur. Ucqar sözünün yazılışı və tələffüzü arasında fərq yoxdur. Ona görə yanlış fikir olur bu da. Yenə götürməyəcəyik. Şahin və şəhanə sözləri uzun tələffüz olunan deyir, sait eyni hecadadır. Şahin birinci hecada olur, şahanə ikinci hecada olur. Bəli, bu yanlış fikirdir. Ona görə 4-ü götürə bilərik. Sabahki sözündə 3 kar, S, H və K doğrudur. Və bir cingiltili B səsimiz var. Bu da doğru fikirdir. Düzgün cavabımız olacaq C variantı. 34-cü sual. Hansı cümlədə frazeoloji birləşmə yoxdur? Demək, dünən dil tökməyimin heç bir təsiri olmayıb. Dil tökmək, xahiş etmək, yalvarmaq mənasında olan frazeoloji birləşmədir. Görüşmək üçün əl uzatdım, əlinin palçıqlı olduğunu görüb, tez geri çəkdim. Burada frazeoloji birləşmə yoxdur. Cavabımız olur B variantı. Digər cavablara baxaq. İşlərimi başa vurub, başa vurmaq burada bitirmək mənasındadır. İşdə əldən düşən adamlar evə tez çatmağa çalışırdılar. Yorulmaq mənasındadır əldən düşmək. Frazeoloji birləşməsi. E variantı gözümün odunu almışdı. Yəni qorxutmuşdu mənasında götürəcəyik bunu. Bu da frazeoloji birləşmə sayılır. 34-cü sualda düzgün cavab B variantı. Riyakar sözünə hansı şəkilçilər artırılsa, hərf və səs tərkibi dəyişər, yəni fərqlənər. Görək fərqli məqam hansı şəkilçidə olacaq? Riyakardır. R-nın biri düşür. Bəli, burada yarandı. Biri 1. Riyakardan. Heç bir dəyişiklik baş vermir. Riyakarlıq. L, riya, Q, X-ya çevrilir. 1 və 3 düzgün cavabımız. Riyakarın heç bir dəyişiklik baş vermir. Düzgün cavabımız olacaq 1 və 3. A variantı. 36-cı sual.
Hansı cümlədə termin var? Son anda özünü ala bildisə də səsini dəyişə bilmədi. Termin yoxdur burada. Dövlət başçılarının hamısı kömək etməyə razı oldu. Burada da termindən istifadə edilməyib. Onların tutduqları mövqe barəsindəki xəbərin qiyməti yoxdur. Burada da yoxdur terminimiz. Bizim əsas qüvvələrimizin yeri düşməndən gizli saxlanılacaq. Burada da yoxdur. Şeir janrları bənddəki misraların sayına görə təyin olunur. Bənd sözü burada termin kimi istifadə olunmuşdur. Şeir janr sözünün özü deyək ki, burada termin kimi istifadə edilmişdir. Düzgün cavabımız olur E variantı. 37-ci sual. Hansı cümlələrdə sinonim ilə əvəz olunan amonim söz var? Həyətdəki qaz boynunu uzadıb üstümə gələndə qorxdum. Həyətdəki amonim kimi işlədə bilmirik. Qaz sözünü amonim kimi işlədə bilsək də onun sinonimi yoxdur burada. Boyun sözü, uzatmaq sözü, üst sözü, gəlmək, qorxmaq, bunlarda biz görmürük verilən şərtə uyğunluq. Vərəqin aşağısında müdirin hamımıza tanış olan qolu vardı. Qol sözü, bəli, amonim kimi işlədə bilirik və onu biz alternativ sinonim ilə əvəz edə bilərik imza sözü ilə. 2-ni götürürük. Üzü toza bulaşdığı üçün üzü sifəti ola bilər, sinonimlə əvəz eləyərik. Üz sözü də bilirik ki, üzmək mənasında həm çayda üzmək və kimisə xətrinə demək mənasında biz amonim kimi istifadə edə bilirik. Düzgün cavabımız olur 2 və 3 B variantı. 38-ci sual. Nümunə ilə bağlı səhv fikirlər tapacağıq. Baxırıq ki, sualımız isim mövzusundandır. Buna görə biz buradan isimləri seçək. Tüfəng sözü, düzə sözü, ceyran və ovlaq sözləri burada isimlərimizdir. Baxaq, isimlərin 4-ü də təkdədir. Tüfəng təkdədir, düzə təkdədir, ceyranın təkdədir, ovlağından təkdədir. Konkretdirmi? Bəli. Tüfəngi görə bilirik, düzü, düzəngahı görə bilirik, ceyranı görürük, ovlağı görə bilirikmi? Bəli. Çoxlu ov edilən yer mənasında olacaq. Ona görə hər biri təkdə və konkretdir. Adlı halda olan isim yoxdur. Tüfəngi alıb təsirli haldadır, düzə yönlük haldadır. Ceyranın ovlağı ikinci növtəyin söz birləşməsi olduğuna görə birinci tərəf yiyəlik halda olur. Ovlağından dandəndə çıxışlıq haldır. Bu da doğru fikirdir. İsimlərdən ikisinin yazılışı və deyilişi fərqlənir. Tüfəngi alıb deyiriksə, heç bir dəyişiklik baş vermir. Çünki özündən sonra saatlə başlanan söz var. Düzə sözündə heç bir dəyişiklik yoxdur. Ceyran ovlağında, ceyran sözündə də yoxdur. Amma ovlağından sözündə dandən, nandən kimi tələffüz edilir. Yəni, bir isimnin yazılışı və tələffüzü arasında fərq var. Ona görə düzgün cavabımız olacaq C variantı. Bir isim mənsubiyyətə görə dəyişib, bəli, ovlaq sözüdür bu. İsimlərdən biri amonimdir. Bu da düzə sözdür ki, düzü biz ədat kimi, sifət kimi, feil kimi və s. amonim kimi işlədə bilərik. 39-cu sual. Hansı cümlədə altında xətt çəkilən ismi biz iki halda düşünə bilərik? Baxırıq, nabələd adam burada azar. Azar kim? Adam. Yalnız bir haldadır bu, adlı haldadır. B variantı aldım, mən almışam. Nəyi aldım? Paltarı aldım. Təsirli haldadır. Bir dəstə qızıl gül gətirmişdi. Kim? O gətirib, Əhməd gətirib və s. Nəyi gətirib? Qızıl gülü. Yalnız təsirli haldadır. Evin yanında maşın gözləyir. Məsələn, nə edir? Gözləyir. Kim? Orxan. Nəyi gözləyir? Maşını gözləyir. Təsirli halda da düşünə bilərik. Burada deyirəm ki, nə edir? Gözləyir. Nə gözləyir? Maşın gözləyir. Kimi gözləmirsə, onu gözləyir, bunu gözləyir və s. ola bilər. Yəni, maşın sözünü biz həm adlı halda düşünə bilərik, həm də təsirli halda düşünə bilərik. Düzgün cavabımız D variantı. 40-cı sual. Hansı cümlədəki ilk isim, yəni birinci isim, ismin halını deyir, biz dəqiq müəyyən edə bilmərik ki, bu hansı haldadır. Ana sevgisi qarşılıqsız olan varlıqdır. Nə? Kim? Ana. Bu yalnız adlı haldadır. Kənd sakinlərin səyinə görə inkişaf edir. Hara? Kənd. Yenə adlı haldadır. Qış səhəri soyuq olan fəsildir. Nə? Qış. Bu da adlı halda olar. Qardaşı gələndən bəri onları getməmişdi. Onun qardaşı gələndən bəri desək, bu da yenə adlı halda olacaq. Mənsubiyyət şəkilçili sözdür. E variantını iki formada görə düşünə bilirikmi? Ana həsrəti ilə bacarmır, elə hey ağlayır.
Bir adlı halda ola bilər. Bir də deyirəm ki, o ananın həsrəti ilə bacarmır. Elə hey ağlayır. Həm də qeyri-müəyyən yiyəlik halda düşünə bilərik. Düzgün cavabımız olur E variantı.